Şahverdiyev Lətifin qızıyam və onun qanını daşıyıram, onun soyundan, kökündənəm. Yəni, çox peşmanam ki, niyə mənim üçün elə bir ata, elə bir valideyndir. Peşmanam deyəndə mən seçməmişəm, Allahın yazdığıdır. Belə şeylər var ki, qəbul edə bilmirəm. Yəni, onu da günahı məndə görməsinlər. Mənim yaşadığım həyat məni belə puxtələşdirdi. Adi, bax, hər dəfə mənə deyirlər, niyə ata haqqında oxumursan? Bax, oxuya bilmirəm. O da uşaqlığın travmasıdır. Yəni, övladlarınız varsa, ailə qurmusunuzsa, çalışın, ayrılmayın. Çünki o ayrılıqlar birbaşa uşaqların gələcəyinə çox pis təsir edir. Bahar, gəl etiraf edək, tamaşaçılara məsləhət verirsən. Amma sən özün də ayrıldın. Ayrıldım, yox. Bax, mənim uşaqlığı keçirdiyim, belə deyək də, travmalar bugünkü gün şəxsi həyatımda da öz zərbəsini vurub.